Bugün İsmayıl rayonunun Talıstan kəndindən olan şəhid baş leytenant Cavidan Bədalovun ad günü məzar yanında qeyd olunub. Mərasimdə idarə və müəssisə rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib. Əvvəlcə şəhidin Talıstan kənd qəbirstanlığındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar. Cavidan Bədalov 2022-ci il sentyabrın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Məlumat üçün qeyd edək ki, 2013-2017-ci illərdə ali hərbi təhsil alan şəhidimiz 2017-ci ildən etibarən ordu sıralarında leytenant rütbəsi alaraq zabit kimi xidmət etməyə başlayıb. Daha sonra baş leytenant rütbəsi alıb. 2018-ci ildə Azərbaycan ordusunun 100 illiyi yubiley medalı, Vətən müharibəsindən sonra Kəlbəcərin azad olunmasına görə Vətən müharibəsi iştirakçısı, ölümündən sonra isə Vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün mənim qardaşımın mövlududur. Mənim qardaşım baş leytenant Bədalov Cavidan 44 günlük Vətən müharibəsinin iştirakçısı olubdur. 2022-ci il sentyabr qisas əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mən özüm də Vətən müharibəsi iştirakçısıyam, veteranam. 44 günlük və 2022-ci il sentyabr antiterror əməliyyatlarında iştirak etmişəm. Mən qardaşımla fəxr edirəm, qürur duyuram ki, mənim qardaşım Cavidan kimi sərkərdə vətənpərvər olduğu üçün fəxr edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidin sevərlər, sahib gələnlər də hamısına uzun ömür, can sağlığı arzu edirəm. İsmayıl, Rafiq Həsənov, Elçin Məlikov, Nilufər Qəhrəmanova.